Allahümme salli ala Muhammed ve ali Muhammed. Eûzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Vessalatu vesselamu ala seyyidina ve nebiyyina Muhammed ve ala alihi't-tayyibin-et-tahirin. Ve la'nasallahu ala a'daihim ecma'in minel an ila qiyami yevmiddin. Bəhsimiz ki, bugündən inşallah Allah muvaffaq eləsə, olacaq Tevhidül ibadə haqqında. Yəni, Tevhidül ibadə, ibadətdə tevhid deməkdir və inşallah indi bu dərs əsnasında və ondan sonraki bəhslərdə inşallah açıqlayacaq ki, Tevhidül ibadə nə deməkdir və niyə biz bu bəhsi eləyəcək, bunu dərs əsasında deyəcək. Ki, bu barədə əslində neçə dənə kitablar yazılıb, həmin o kitablar haqqında da az da olsa məlumat verirəm ki, müəyyən yerlərdə məsələn müraciət lazım olsa olunsun. Tevhid bəhsi İslam dininin ən əsaslı bəhslərindən biridir. Və tevhid əslində bütün dinlərin rukunudur, əsasıdır. Allah Teala hər nə qədər peyğəmbər göndəribsə, bütün o peyğəmbərləri tevhid əsasında göndərib. İnsanlara tevhidi başa salmağı və insanlara tək Allahlığı başa salmağı əmr edib. Məsələn, Qurani Kərimə söz müraciət edirsiniz. Qurani Kərimin neçə dənə ayəsi buna açıq-aşkar dəlildir. Ki, Allah Teala Qurani Kərimdə məsələn, neçə dənə ayədə buyurur ki, Nəhl surəsi 36-cı ayə. Buyurur, وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَسُولًا فِي كُلِّ أُمَّةٍ رَسُولًا Biz hər bir ümmətə bir peyğəmbər göndərmişik. Yaxşı, o peyğəmbər niyə göndərmişik? Ən-i'budullah ki, həmin o peyğəmbərlərə əmrimiz bu olub ki, Allaha ibadət ediyor. وَاجْتَنِبُ-t-tağut və tağutdan da çəkinin. فَمِنْهُمْ مَنْ هَدَى اللّٰهِ Onlardan bir qrupuna Allah Teala hidayət edib. وَمِنْهُمْ مَنْ حَقَّتْ عَلَيْهِ الضَّلَالَةِ Onlardan bir qrupuna da zəlalət haqq olub. Yəni, zəlalət uğrayıb, azıblar yollarına. فَسَيْرُ فِي الْأَرْضِ Yer üzərində seyir elin, yer üzərində gezün. فَنْظُرُ كَيْفَ كَانَ عَاقِبَةُ الْمُكَذِّبِينَ Və yer üzərində gezin və görün ki, yalancıların aqibəti necə olur. Bu ayədə Allah Teala bu ayənin əvvəlinə müraciət etsə, görəcəksiniz ki, deyir, hər bir peyğəmbəri göndərmişik. Niyə göndərmişik? Ən-i'budullah. Bir Allaha ibadət eləyin, tək Allaha ibadət eləyin. وَاجْتَنِبُ-t-tağut və tağutlardan da çəkinin. İndi tağut Qurani Kərimdə istifadə olunan bir məfhumdur. Və əslində tüğyankar deməkdir. Bu da neçə bir məna, yəni bir mənada işləmir. Bütlərə də mənası var, bütlərdən çəkinin. Sonra təkcə büt həmin bildiyimiz taxtadan və daşdan olan bütlər deyil təkcə. Ümumən hər hansı bir fikir ki, Allahın bir növ deyək, tevhidin müqabilində dayanır, Allahın hökmü müqabilində dayanır, ona tağut deyilir. Və işte bu tağut Allah Teala əmr eləyir ki, tağutlardan çəkinin. Ona görə tağut məfhumu özü əslində daha geniş məfhumdur. Və həm bütə şamil olur, həm Allahın təyin eləmədiyi bir imama şamil olur və s. belə oxur. Ki, ayrıca bir bəhsdir tağut. Lakin Allah Teala bu ayədə deyir ki, bütün peyğəmbərlərə biz əmr eləmişik ki, ən-i'budullah, Allaha ibadət edin yalnız. Və bu özü nədir? Bu özü tevhiddir. Və xüsusən də bizim bəhsimiz olan tevhidül ibadədir. Yəni, ibadətdə tevhid. Başqa bir ayədə Allah Teala deyir ki, Ənbiya surəsi 25-ci ayədə وَمَا أَرْسَلَّ مِنْ قَبْلِكَ مِنْ رَسُولٍ إِلَّا نُوحِي إِلَيْهِ أَنَّهُ لَا إِلَٰهَ إِلَّا أَنَا فَاعْبُدُونَ وَمَا أَرْسَلَّ مِنْ قَبْلِكَ Biz səndən əvvəl elə bir peyğəmbər göndərmədik ki, bunların hamısına vəhy eləmişik. Nəyi vəhy eləmişik ki? أَنَّهُ لَا إِلَٰهَ إِلَّا هُ La ilahə illə ənə. Məndən başqa bir ilah yoxdur. Fəabudun, ona görə də mənə ibadət edin. Yəni, Allah Teala bu ayədə bildirir ki,
Əsas məqsəd nədən ibarətdir? Əsas məqsəd bu peyğəmbərlər deyil. Biz göndərdiyimiz bütün peyğəmbərlərə bir vəhiy eləmişik. O da budur, məndən başqa heç bir ilah yoxdur. Məndən başqa ilah yoxdur deyə, ancaq mənə ibadət eləməlisiniz. Və yaxud da başqa bir ayədə Allah Teala Zuhruf surəsi 45-ci ayədə deyir ki: "Vəsəl mən ərsəlna min qablikə min rusulina." Səndən əvvəl göndərdiyimiz bütün peyğəmbərlərdən soruş. Əcəəlnə min dunir-rəhman alihətən yu'bədun. Allahdan başqa bir, yəni Rəhmandan başqa bir ilah təyin eləmişik ki, ona ibadət edirlər. Yəni Rəhmandan başqa bir ilah var ki, ona ibadət edirlər. Mənası nədir? Yəni biz bütün peyğəmbərlər demişik ki, yalnız və yalnız Allahdır ilah. Yəni bütün peyğəmbərlər göndərilir nəyə görə? La ilahə illallaha görə. Allahdan başqa ilah yoxdur və buna görə göndərilir. Əsas budur. Allahdan başqa ilah yoxdur. Və yalnız da ancaq ilah Allah olduğuna görə ona ibadət edilməlidir. İndi bəhsimiz əsasında inşallah bu, indi mən deyəcəm ki, əsas bəhslərimizdən biri bu olacaq. Görəsən ilah sözü nədir? Bildiniz? Bu ayrı bir mövzudur. Başqa bir ayədə Allah Teala, əslində Quran-Kərimdə çox deyə, bunlar da hamısı bir hissəsidir. Kitabın müqəddiməsində getirdikləri bir hissəsidir. Ali İmran surəsi 64-cü ayədə buyurur ki: "Qul ya əhləl kitab." De, ey kitab əhli. Peyğəmbər əmr edir ki, kitab əhlinə de. "Ta'alav ilə kəlimətin səva beynəna və beynəkum." Gəlin sizinlə bizim aramızda nə edək? Təkcə bir dənə kəlməyə gələk. Bərabər bir dənə kəlməyə gəlir. Həmin o kəlmə nədir? Ən la na'budə illallah. Allahdan başqasına ibadət eləməyək. Və la nüşrikə bih şey'a. Və ona heç nəyi şərik qoşmayaq. Və la yəttəxizə bə'duna bə'dən ərbabə min dunillah. Və gəlib bəzimizə nə eləməyək? Allahdan başqa rəblər qərar verməyək. Bəzimizə rəb qərar verməyək. Buyur. Burada niyə deyir ki, ərbabən min dunillah? Niyə rəbbən min dunər rəbb deməli? Və yaxud da ki, ilah min dunəllah? Biz indi gələcək ki, adı nədir, müşriklərin neçə qismi vardır. O qismlərindən biri də inşallah o bəhsimiz gələcək. Ki, burada irad var, ən böyük iradlardan biri. Nə? Yəni, niyə eyni cinsdən gətirib? Yox, eyni cins getirib. Eyni cins bilsən necə? Bilsən, Allah ismi ələmdir. Ona görə ismi ələmi getirmə. Burada bilsən necə? Allahdan başqa olan varlıqları inkar edir. Yəni, ümumən varlıqları yox ha. Ya burada ilahı inkar eləyəcək, ya da Rəbbi inkar eləyəcək. Qarşı tərəf əgər Allahdan başqasını Rəbb bilirsə, o zaman onun üçün Rəbb getirib Allah Teala. Yəni, Allahdan başqa Rəbb yoxdur. Rəbb yalnız adı üçün. Rəbb özün bilirsən, məfhum olar, kulli məfhumdur. Amma Allah adı, kulli məfhum da cüz'üdür. Çünki şeydir, isimdir. Bildiniz? Bu bəhsə gələcək. Hətta Allahla ilah arasında da fərqi olacaq. Ki, biri kulli məfhumdur, biri isə cüz'üdür. Ona görə deyir ki, Rəbb, Allahdan başqa bir Rəbb qərar vermirik bəzimizə. İndi onlar da həmin o müşriklərin gərək xüsusiyyətlərinə baxarsan ki, onlar, məsələn, Allahdan başqa sən Rəbb qərar verirdilər, yoxsa yox. Bu fərqliliyə baxacaq. فَاِنْ تَوَلَّفْ فَقُولُ أَشْهَدُ بِأَنَّا مُسْلِمُونَ. Əgər üç çevirsələr, deyir ki, əşhədu, fəqulu, deyin ki, işhədu, şahid olun, bi'ənnə muslimun, biz müsəlmanıq, biz təslim olanıq. Bu ayədən də məlum olur ki, əsas məsələlərdən biri nədir? Əsas məsələlərdən biri təvhiddir, la ilahə illallahdır. La ilahə illallah. Necür ki, siz buna görə əgər Təvhid-ü Səduqa müraciət edirsiniz, Şeyx Səduq rəhmətullah aleyhin Ət-Təvhidinə müraciət edirsiniz. Bunun birinci babı, məsələn, Bab-ı Təvab-ül Muvahhidin vəl-Arifin. Ariflərin və muvahhidlərin. Bu aradakı arif o indiki dildə məşhur olan ariflər deyil, ha. Arif, yəni tanıyan, Allahı tanıyanların. Allahın tanıyanlar və Allahı tək bilənlərin savabı. Məsələn, siz bu baba müraciət edirsiniz, bu babda bir çox hədislər əslində sırf la ilahə illallah deməyin savabı. Məsələn, 35 dənə hədis sırf bu barədə getirir. Ondan sonra Bab-ı Təvhid və Nəfi Təşbih. Təvhid və təşbihi nəfi eləmək babına başlayır. Amma sırf 35 dənə hədis nəyi bildirir? Ancaq
yəni təvhidi deyənlərin, təvhidi qəbul edənlərin savabını bildirir. Məsələn, hədislərin birində nəql edir Muhammed ibn el-Hasan ibn Ahmed ibn Walid قال حدثنا محمد بن الحسن السفار حدثنا إبراهيم بن هاشم عن الحسين بن يزيد النوفلي عن إسماعيل بن مسلم السكوني عن أبي عبد الله جعفر بن محمد yani İmam Sadiq aleyhisselamdan an əbih, o öz atasından, an abaih, o da öz atalarından. Qala Rasulullah sallallahu aleyhi və aleyhi və səlləm, Peyğəmbər buyurub ki, xeyrul ibadə qovlu la ilahe illallah. Ən xeyirli ibadət nədir? La ilahe illallah deməkdir. Yəni, ən xeyirli ibadət sayılır. Bu ikinci hədisi idi. Və hətta bundan əvvəlki birinci hədisə də baxsınız, Peyğəmbər buyurur ki, مَا قُلْتُ وَلَا قَالَ الْقَائِلُونَ قَبْلِ مِثْلَ لَا إِلَهَ إِلَّا اللّٰهِ Nə mən, nə də məndən əvvəlkilər La ilahe illallah mislində bir söz deməyiblər. Yəni, ən əzəmətli sözdür. Və başqa bir yerdə İmam Baqir aleyhissalam buyurur ki, مَا مِنْ شَيْءٍ أَعْظَمُ ثَوَابًا مِنْ شَهَادَةً لَا إِلَهَ إِلَّا اللّٰهِ Allahdan başqa ilahın olmadığına şəhadət verməkdən daha əzəmətli, savablı bir əməl yoxdur. Niyə? لِأَنَّ اللّٰهَ عَزَّ وَجَلَّ لَا يَعْدِلُهُ شَيْءٍ Çünki Allahla heç bir şey oxşar ola bilməz. Və la yeşrikuhu fil əmri əhəd və heç kim onunla heç bir işdə şərik ola bilməz. Və başqa hədislər də. Məsələn, hədislərin birində baxın, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, 5-ci məndə bütün sənədə oxumuram. Peyğəmbər buyurur ki, bu hədisdə həddəsənə Əhməd ibn Ziyad ibn Cəfər el-Həmədani radiyallahu anhu qal, həddəsənə Ali ibn İbrahim ibn Haşim, ən əbih, yəni İbrahim ibn Haşim, ən Muhammed ibn Əbi Umeyr, bəzilərinin rəyinə görə Muhammed ibn Əbi Umeyrdən o tərəfə heç baxmırsan da. Bildin, ən əsası hədis səhihdir. Ən İbrahim ibn Ziyad el-Kərxidən nəql edir. O da İmam Sadiq aleyhissalamdan nəql edir. O öz atasından, o da öz babasından. Qalə Rasulullah sallallahu aleyhi və səlləm. Peyğəmbər buyurdu ki, mən matə və ləm yüşrik billah şeyən. Kim ölsə və Allaha şərik qoşmadan ölsə, əhsənə av əsaə, istər yaxşı əməl eləsin, istər pis əməl eləsin, dəxələl cənnət, cənnətə daxil olacaq. Yəni, kim təvhid üzərində ölsə, cənnətə daxil olacaq. İstər yaxşı iş görən olsun, istər pis. Təbii ki, mərtəbələr fərq eləyəcək. Yəni, yaxşı iş görənlə pis görən şəxsin mərtəbəsi eyni olmayacaq. Amma mərtəbə fərq eləyəcək. Lakin ən azından cənnətə daxil olacaq. Və bunun kimi, burada dediyim kimi, hədislər, çox da hədislər müraciət eləyə bilərsiniz. Təbii ki, burada da şərtləri var. Məsələn, necə ki, İmam Rıza aleyhissalamdan məşhur Silsilətül Zəhəb hədisində İmam Sadiq aleyhissalam ki, Nişaburdan keçəndə, hətta bəzi tarixlərə görə 100 min, 120 min, bəli? Rıza aleyhissalam. Hə, İmam Rıza. İmam Sadiq dedi. Hə, İmam Rıza aleyhissalam Nişaburdan keçəndə, bəzi yerlərdə 100 min, 120 min hətta ravinin olduğu deyilir. Yəni, cəmaat ki, toplaşmışdı. Onların içində mühəddislər vardı. Çünki həmin dövrdə əsas işlərdən biri də hədis yazırdılar. Hədis dedilər. Bunlar xahiş edirlər ki, Peyğəmbərdən bir dənə, bizə ümumiyyətlə bir dənə hədisdir. İmam Rıza aleyhissalam deyir, başına həmən kəzavədən çıxartdı və, bəli, biləm, təvhiddə var, sadəcə mən mətni istəmədim, mətnini oxuyum. İmam Rıza aleyhissalam başını həmin o kəzavədən çıxardır və buyurur ki, Allah Teala, yəni deyir, mən öz atamdan, o da öz atasından, o da öz atasından ta gedir Peyğəmbərə qədər, Peyğəmbər Həzrəti Cəbrail aleyhissalamdan, o da Allahdan nəql edir ki, la ilahə illallah hisni, la ilahə illallah mənim qalamdır. Fəmən dəxələ hisni əminə min əzabı. Kim mənim qalama daxil olsa, mənim əzabımdan amanda qalacaq. Yəni, la ilahə illallah mənim qalamdır. Kim o qalaya daxil olsa, amanda qalacaq. Yəni, kimsə la ilahə illallah desə, həmən bu hədis 23-cü hədisdir. Deyir ki, Səmi'atu Rasulullah, Əmir əl-Möminə bir-bir imamları sayır. O da deyir, Əmir əl-Möminindən nəql edir. O da deyir, Səmi'atu Rasulullah sallallahu aleyhi və səlləm yəqul. Peyğəmbərdən eşitdim ki, Peyğəmbər belə deyir. Səmi'atu Cəbrail, Cəbraildən belə eşitdim ki, Cəbrail yəqul belə deyir. Səmi'atullaha cəllə cəlaluh.
Allahın belə deyini eşitdim ki, la ilahe illallah hisni və mən dəxələ hisni əminə min əzabı. La ilahe illallah mənim qalamdır. Kim mənim qalama daxil olsa, mənim əzabımdan amanda qalacaq. Bunu deyəndən sonra, yəni la ilahe illallah deyirsən, amanda qalırsan, deyir, ravi deyir, fələmmə mərrətir rahilə, elə ki, həmən bu kərvan yola düşürdü, nadana, İmam bizi çağırdı, dedi, bi şurutiha. Lakin bu la ilahe illallahın gələk şərtləri var. Yəni, elə deyir ki, ancaq la ilahe illallah deyəcək. La ilahe illallahın şərtləri var. Və ənə min şurutiha. Və imam da buyurur ki, mən də bu şərtlərdən biriyəm. Yəni, la ilahe illallah biz ki, deyirik, tohid özü ən əzəmətli ibadətdir və Quran-ı Kərimdə Allah Teala deyir, bütün peyğəmbərləri bu əsasda göndərmişik, amma bunda şərt və şurutu var. Gərək həqiqi mənada tohidi qəbul eləyəsən və özü də geniş bir bəhsdir. Həmən bu tohid özü ki, çox geniş bir bəhs olduğuna görə, tohid bilirsiniz ki, tohidin özünə bəhs eləmək əqidədə ikinci mərhələdə gəlir. Çünki birinci mərhələ nədir? Allahı isbat eləmək. Bizim ki, keçəcəyimiz kitab əsasən tohid-ül ibadədəndir və məqsədini də birazdan deyəcəyik ki, niyə sırf bundan keçirik. Ona görə birinci mərhələni biz burada zikr eləmirik. Allahı, məsələn, Allahı isbat. Allahın isbatının bəzi dəlillərini Əl-Bab Əl-Hadə Əşər kitabının əvvəlində qeyd eləmişdik, həmin o dərs əsasında demişdik və başqa dəlillər də inşallah başqa bəhslərdə zikr olunar. Lakin onu Allah'a ispat eləyəndən sonra ki, Allah var, ondan sonra gəlir tohidi qəbul eləyəsən. Və tohidin özündə mərtəbələri neçə dənə olacaq? İnşallah bundan sonraki bəhsimizdə tohidin mərhələlərindən də keçəcək. Ki, görəcəksiniz ki, tohidin özü neçə dənə mərtəbə iləndir. Və həmin o mərtəbələr özləri də fərq eləyəcək. Tohid-ül zat var, tohid fizzat, tohid-ül xaliqiyyə var, tohid-ül rububiyyə var. Ki, bunlar hər birinin mənalarını keçəcək. Lakin bizim keçəcəyimiz kitab nədən ibarətdir? Bizim keçəcəyimiz kitab tohid-ül ibadət. Biz əslində gərək tohidin bütün qismlərini bilik. Yəni, bütün həmin o dərslərdə inşallah tohidin hər bir qismi haqqında xülasə məlumat verməyə çalışacaq. Lakin hər bir qismi haqqında gərək dərin araşdırılma aparsın. Nəzür ki, böyük kitablar var bu barədə. Lakin bu kitabda əsas nədən danışır? Tohid-ül ibadədən. Və demək olar ki, son dövrlər tohid barəsində yazılan kitablarda Allahın isbatı üçün demirəm, mən yenə dedim, tohid barəsində ən çox geniş yer verilən bəhslərdən biri tohid-ül ibadədir. Niyə? Tohid-ül ibadədə heç bir müsəlmanın əslində, yəni illa da zahirən götürsək, heç birinin problemi yoxdur. Ən azından fikir olaraq problemi yoxdur. Niyə? Yəni, amı bilir ki, Allah təkdir və tohid-ül ibadə budur ki, yəni ibadət eləyəndə yalnız Allah ibadət eləyəsən. Və demək olar ki, İslam dininin zəruriyyətindandır ki, Allahdan başqasına ibadət eləmək olmaz. Necə ki, buna həm qeyd elədiyimiz ayələr dəlildir və həmçinin başqa bir sözdə, məsələn, Əllamə Bəlaği, rəhmətullah aleyh, gəlir bu barədə deyir ki, ələm, bil. Ənə min zəruriyyat-ı din, dinin zəruriyyətlərindən biri nədir? Vəl-muttəfəqu aleyh, beynə cəmiə təbəqat-ı müslimin və müsəlmanların bütün təbəqələri arasında olan hamısının fikri bundan ibarət. Müqəddimədə qeyd edib elə müqəddiməyə baxsa, orada görəcəksiniz. Bəl min əzəmə ərkan usulüddin, bəlkə usulüddinin ən əzəmətli rükunlarından biri nədir? İxtisasul ibadə billahi rabbil aləmin. İbadətin yalnız aləmlərin Rəbbi olan Allaha məxsus olmağıdır. Fələ yəstəhəqquha qeyruh. Allahdan başqa heç kimin buna haqqı yoxdur. Və la yəcuzu iqa'uha li qeyrih. Və Allahdan başqasına da yəni Allahdan başqası üçün də bunu yerinə yetirmək də olmaz. Və mən əbədə qeyrəh, kim Allahdan başqasına ibadət eləsə, fəhuvə kafirun müşrik. Nədir? Kafir və müşrikdir. Niyə? Çünki tohidin hər bir mərtəbəsinə xilaf getmək insanı kafir eləyər və müşrik eləyər. Onlardan da belə də tohid-ül ibadədir. Bu kafir müşrikdir, yəni bu təkid üçün deyir, yoxsa? Nə? Kafir də sadəcə kafirin özünün bizdən neçə dənə qismi var da. Biri var, məsələn, mulhiddir. Mulhid necə? Yəni, ümumən Allahı inkar edir. Bildin? Birisi, onun qismini bəyan edir ki, yəni müşrik olan kafirlərdəndir.
Məsələn, kafirin bir qismindən biri nasibidir. Onsuz axıran bütün tövhidi qəbul, amma nədir? Kafirdir. Kafirin bir qismidir. Siva ən abədəl əsnam fərq eləməz. İstər bütləri ibadət eləsin, av abədə əşrəfil mələikə və yaxud da ən şərəfli mələkləri ibadət edir. Fərq eləməz. Biri mələyi də ibadət edir. Necə ki, inşallah bəhslərimizdə gələcək Quran-Kərimin bəzi ayələri açıq-aşkar göstərir ki, bəziləri nə ibadət eləyir? Mələkləri ibadət eləyirdi. Bildiniz, mələkləri. Av afdalil ənam və yaxud da yox, yaranmışların ən üstündə. Biri Peyğəmbəri ibadət eləsə, biri imama ibadət eləsə. Bunlar olmaz. Təbii ki, insanı müşrik eləyər bu iş. Və hâzə la yərtəbu fihi əhədun mimmən arifə dinəl-İslam. Və kimsə əgər İslam dinini tanıyıbsa, İslam dinini tanıyan heç bir şəxs bu barədə şək və şübhə eləmir. Və keyfə yərtab. Allama Bəlağənin sözü deyə bu. Şeyx Muhammed Cavad Bəlağə Ala-ur-Rəhman təfsirinin müəllifidir və Seyyid Xoyi rəhmətullahi aleyhin də təfsir üzrə ustadı da olub. Deyir, və keyfə yərtab, necə şək şübhə eləsin? Və huvə yəqra fi kulli yom 10 mərrat. Hər gün azı 10 dəfə bu ayəni oxuyur ki, İyyəkə nə'budu və İyyəkə nəstəin. Yalnız sənə ibadət eləyirik və yalnız səndən kömək diləyirik. Yəni, ibadət yalnız kimə aiddir? Allaha aiddir. Və yəqra, və həmsinin deyir ki, Qul, ya əyyuhəl kafirun. Ey kafirlər, ey kafirlər. Kafirin surəsindədir. La a'budu ma ta'budun. Mən sizin ibadət elədiyinizi ibadət eləməyəcəm. Və la entum abidun ma a'bud. Və siz də mənim ibadət elədiyimi ibadət eləməyəcəksiniz. Və la ana abidun ma abadtum. Və mən sizin ibadət elədiklərinizi ibadət eləmirəm. Təkid üçün bir də həmən məsələ qayıtdır. Və la entum abidun ma a'bud. Və siz də mənim ibadət elədiyimə ibadət eləyən deyilsiniz. Ləkum dinukum vəliyyədin. Sizin öz dininiz, mənim öz dinim. Yaxşı, burada nə deyir açıq-aşkar? İbadət deyir ki, yəni Peyğəmbərin dili ilə bizləri öyrədir ki, yəni heç vaxt kafirlərin ibadət elədiyini ibadət eləməyəm. Əgər ibadət eləsən, olacaq onlardan biri. Və yəqra fi surəti Yusuf və Yusuf surəsində oxuyur ki, İnil hukmu illa lillah. Hökm yalnız kimə aiddir? Allaha aiddir. Əmr edib ki, ən la tə'budu illa iyyah. Allahdan başqasına ibadət eləməyin. Zəlikəd dinul qayyim. Baxın, qayyim olan din, ən düzgün olan din hansı dindir? Həmən bu dindir. Hansı din? Yəni Allahdan başqasına ibadət eləməmək. وَلَكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ. Lakin insanlar çoxu bunu bilməzlər. Yusuf surəsi 40-cı ayə. وَيَقْرَأُ فِي سُورَةِ التَّوْبَةِ. Həmçinin Tövbə surəsinin 31-ci ayəsində oxuyur və مَا أُمِرُوا إِلَّا لِيَعْبُدُوا إِلَٰهًا وَاحِدًا. Onlara yalnız nə əmr olunub? Tək olan ilaha ibadət eləyin. La ilahə illahu. Ondan başqa ilah yoxdur. Subhanehu. Pakdır. Əmma yüşrikun. Ona, yəni həmin o Allah müşriklərin ona şirk qoşmaqlarından pakdır. İlə axır madır. Və ta axıra qədər və ondan sonra isə söz kitabın özünə müraciət edib axırını görərsiniz. Yəni, bunu göstərir ki, necə ki, Əllamə Muhammed Cavad Bəlağə də rəhmətullahi aleyh bunu dedi, müsəlmanlarda üçün bunlar şək və şübhə eləmir. Lakin niyə yaxşı bunun üzərində bəhs olunur? Bəhs olunmağının səbəb, ən əsaslı səbəblərdən biri Vəhhabilik adı ilə məşhur olan sələfilik. Yəni Vəhhabilik ki, Vəhhabidir. Sadəcə indi sələfi özlərini sələfi deyirlər və həmin bu məzhəbin peyda olmasıdır. Həmin bu məzhəbin əslində kökü gedir, dayanır İbn Teymiyyə fikirlərinə. Çünki əsas bu məsələni ortaya atan, bu bəhsi, tövhid bəhsini ortaya atan kim olub? İbn Teymiyyə olub. Necə ki, onun da müəyyən mətnlərini biz oxuyacaq. Və sonradan ona tabi olanlar, təbii ki, həmin dövrdə çox az idilər. Sadəcə bu sonradan Muhammed ibn Abdülvəhhabın dövründə onun da həmin o fikrə qoşulması və o fikirdə kitab yazması buna səbəb oldu. Bir növdə bu fikrin daha da yayılmasına və ən çox da yayılmasına nə səbəb oldu? Həmin o dövrdə Səud ailəsini bu Muhammed ibn Abdülvəhhaba qoşulub, onun vasitəsilə məsələn, hakimiyyətə gəldi və o bir növdə öz hakimiyyətləri hesabına bu fikri daha genişləyə bildilər. Və yoxsa olmasaydı, İbn Teymiyyə kimi bir tarixdə qalsaydı, müəyyən bir dənə nadir bir söz deyən alim kimi.
Yoxsa belə daha geniş yayılmasına ən səbəb nədir? Zahiri səbəb indi bunlara. İndi İslam düşmənləri bunların yayılması üçün böyük bir işlər görürlər. Zaten bu ayrıca bir mövzudur. Bizim bəhsimizə aidiyyəti yoxdur. Deyə mən orada toxunmuram. Ki, nəcür oldu müsəlmanlar arasında bunun tarixi. Çünki onun tarixini araşdırmaq özü ayrıca bir bəhsdir. Həmin bu fikri ortaya atanda bunlar nə fikir atdılar? Ümumən mən iradlarını deyəcəyəm. Baxın, iradı nə cür qurublar. Bunlar gəldilər, dedilər ki, müsəlmanların bir çoxunu kafir bildilər. Niyə kafir bildilər? Bunlar deyirlər ki, yəni bir növ deyək şiəni və əhl-i sünnədən də təvəssül və təbərrük və şəfaət kimi məfhumlardan istifadə edən bəndələrə hamısı dedilər ki, bunlar kafirdir. Niyə? Baxın, məntiq gör necə qururlar və dəlil nədir? Və bu səbəb olub ki, bu günlərə alimlər çoxsu təvhidin qismlərinin içində ən çox təvhid-ül ibadəni bəhs edirlər. Yoxsa təvhid-ül ibadədə şəkk eləyən yoxdur ki. Hansı müsəlman durub deyir ki, mən Allahdan başqasına ibadət edirəm? Heç kim demir. Sadəcə bunlar getirirlər məcburən hansısa bir qrup müsəlmanlara bu təvhid-ül ibadətdə ki, şirk elədiyini qoşurlar. Bunlar nə deyirlər? Bunlar deyirlər ki, hətta sözlərini də oxuyacaq, gələn bəhslərdə, yəni neçə bəhslərdən sonra da necə İbn Useymindən də oxuyacaq, Fovzandan da oxuyacaq və görəcəksiniz, hətta İbn Teymiyənin özündən də oxuyacaq. Bunlar deyirlər ki, Bəni Adəmdən iddia daha böyükdür. Deyir, Bəni Adəmin biz tarixinə müraciət eləsək, Bəni Adəmin tarixinə müraciət eləsək, yəni Həzrət Adəmdən bu yana. Bütün müşriklər, bütün Allaha şərik qoşanların biz tarixini oxusaq, görəcəyik ki, bunlar həqiqətdə tək olan Allahın onları yaratdığını və həmin Allahın onları idarə elədiyini deyirlər. Və daha geniş deyim, hələ birinci lap bu cürünə başlayayım. Bunlar deyirlər ki, ümumiyyətlə təvhidin 3 qismi olacaq. Qismlər bölməsində inşallah daha geniş danışacaq. Təvhid-ül rububiyyət, təvhid-ül üluhiyyət və təvhid-ül sifət və əsma. Təvhid-ül rububiyyət nədir? Yəni, onların izahı ilə biz deyəcək bu səhvdir. Biz bütün bu dəlil ki var, dəlilin puç olduğunu əvvəlindən taxirına qədər bəhs edəcək. Baxmayaq ki, bir çoxu təvəssülə aiddir ora. Təvəssülə aid biz, məsəl üçün, adətən bəhs eləyəndə nə cür bəhs edirlər? Adətən təvəssülə aid bəhs olanda, görmüşsünüz də, məsəl üçün, bizimkilər gedir, müraciət eləyir, onların müəyyən hər hansı bir dənə kitabından təvəssülə aid dəlil getirir ki, bax, Peyğəmbər təvəssül edir, filan kəs təvəssül eləmişdir. Amma bunların iradı bu ilə kifayətlənmir axı. İrada baxınca ki, onlardan başlayır. Deyir, təvhidin 3 qismi var. Təvhid-ül rububiyyət, təvhid-ül üluhiyyət, təvhid-ül sifət və əsma. Təvhid-ül rububiyyət nədir? Təvhid-ül rububiyyət budur ki, aləmi yaradan və onu idarət edən varlığın tək olan Allah olduğunu qəbul edəsən. Təvhid-ül rububiyyət. Həm yaratmağı bura aid elədi, həm idarəni. Təvhid-ül üluhiyyət nədir? Təvhid-ül üluhiyyət deyəcəklər ki, təvhid-ül ibadə. Bizim dediyimiz təvhid-ül ibadətə bunlar təvhid-ül üluhiyyət deyirlər. Deyirlər, üluhiyyət yəni ibadət. Deyirlər, ilahın mənası nədir? İlah, yəni məbud, ibadət olunan bir varlıq. Bildiniz? İlah, məbud. Niyə biz təvhid-ül ibadə deyik? Təvhid-ül ibadə bəndəyə nisbətən deyirsən. Yəni, bəndə Allaha ki, ibadət eləməlidir. Ona görə təvhid olmalıdır. Orada tək olan Allaha ibadət eləməlidir deyə buna təvhid-ül ibadə adı verirlər. Lakin Allah tərəfindən baxsan, Allah nədir? Tək məbuddur. Tək məbud olduğuna görə nədir? İlah da məbud mənasındadır, ona görə bunun adını qoymuşlar təvhid-ül üluhiyyət. Onlar deyir, yenədən bunların hamısını bir-bir də cavablar gələcək. Üçüncü təvhid-ül sifət və əsma, yəni Allahın sifətlərini və isimlərini ancaq ona məxsus eləsə, üçüncüdə bəhs yoxdur. Biz ümumiyyətlə heç ona heç toxunmayacaq. Bəhslər əsasında da görəcəksiniz. Təvhidi 3 yerə böldülər, gəlin keçir ikinci mərhələ. Bu birinci mərhələlərdir. Keçir ikinci mərhələyə. Yəni, məsələnin kökündən əldə eləmək lazımdır. Ona görə mən deyirəm ki, kökünə qədər gedəcək və bu kitabla da və bu bəhsdə də onu eləyəcək. İkinci mərhələ nədən ibarətdir? İkinci mərhələ budur ki, biz Bəni Adəmə baxsaq, Adəmin övladına, Adəmdən tutmuş ta bu günə qədər bütün müşriklərə baxsaq, görəcək ki, bütün müşriklər əslində bir dənə yaradanın olduğunu qəbul ediblər. Və ayələr getirirlər, Quran-ı Kərimdən ayələr getirirlər. Onlardan soruşsan ki, yeri və göyü kim yaradıb? Yəqulun Allah. Deyəcəklər ki, Allah. Dilə bax, ayə açıq-aşkar göstərir ki, müşriklərdən soruşsan ki, yeri göyü kim yaradıb? Nə deyəcəklər? Deyəcəklər Allah. Deyir, demək, bunlar təvhid-ül rububiyyətdə heç bir ixtilafları yox idi. Yəni, ixtilafları yox idi. Təvhid-ül rububiyyəti hamı qəbul edir. Yəni, yaratmaq və idarəni hamı qəbul edir. Bildiniz? Təvhid-ül rububiyyətdə problem oldu, yoxsa yox? Olmadı. Yaxşı, problemlər nədir?
Deyir, hə, demək bir dənə problemlər var. Təvhid-ü sıfat və əsmada da problem yoxdur. Əsas problem hardadır? Təvhid-ül ibadədə. Bunlar Allahdan başqasına ibadət edirdilər. Və ilahın da mənası nədir? Yəni, məbud. O ki, Allah Teala səhərdən ayələr oxuyur deyə, Allah Teala nə deyib? Deyib, biz peyğəmbərlər göndərdi ki, la ilahə illa ənə. Məndən başqa heç bir ilah yoxdur. İlahın mənası nə oldu? İlahın mənası budur, məbud. Yəni, məndən başqa heç bir məbud yoxdur, ibadət olunan bir varlıq yoxdur. Yəni, necə? Demək, bunların problemi nə idi? Allahdan başqasına ibadət edirdilər də, ona görə göndərilən bütün peyğəmbərlərə Allah Teala deyir ki, getdinə ki, məndən başqa ibadət olunan bir varlıq yoxdur. Demək, bütün müşriklərin problemi ibadətdir. Bu ikinci mərhələləri, düzdür? İkinci mərhələyə keçdilər də bunlar. Üçüncü mərhələ nədir? Hə, ibadət nədir? Deyir, hə, ibadət budur ki, ibadət təəzimdir. Qarşındakı bir şəxsə xuzu və xuşu olasan, onun qarşısında xuzu və xuşu halında olasan, ona təəzim eləyəsən, ona əzəmətli tutasan. Bu üçüncü mərhələ ibadətin mənası. Dördüncü. Baxın, sistematik qoyulub. Müsəlmanların kafir edilməsi. Siz elə fikirləşməyin ki, ha, bunlar niyə belə fikirləşir? Təvəssül eləyəndə nə olur ki, hələ adam müşrik olur. Bildin, bunlar bu cürünə qoymurlar. Məsələn ki, bir dənə təvəssül elədiyi və gömüşdük. Bax, bunlar bu sistem əsasında qoyublar. Gətirib qiyas eləyir. Bildin, bax, oradan başlayıb, nöqtədən başlayıb, hardan gəlir, bura qədər ibadət idi bu, təzim eləmək, yaxşı. Ölü bir şəxs, xüsusən ən çox ölünün üzərində dayanırlar da, ölü bir şəxs eşitmir, dil eşitmir. Quran-ı Kərimdən ayə getirir. Bizimki adətən yer harda bəhs eləyir? Burada ölü eşidir. Bu dördüncü mərhələdir axı. Sən bundan əvvəlkilər demək qəbul eləmirsən, dördüncüyə keçirsən. Gəl bundan əvvəlkilərlə biz danışaq. Bildin? Laf tutaq, ölü eşitmir. Ayə getirir. O deyir, ha, ölü eşitmir. Yaxşı. Eşitmirsə, eşitməyən bir varlığa deyirsən ki, filan kes. Mənə filan şey ver, filan şey ver. Ona təzim edirsən, eləmirsən. Ölüdür də, onların sözü ilə desək, ölü də eşitmir. Eşitmirsə bu divardan fərqi var, yoxdur. Yoxdur. Düzdür? Ona görə, onun fikrinə görə oxulmayacaq. Baxın, mən iradə istəyirəm, ha, fikrinizdə şey eləsin. Canlandırırsınız, görəsiniz, irad nə qədər böyük bir şeydir və sonra görəsiniz nə cür cavab verilməlidir buna. Bütün bəhsimiz bunun üzərində dayanacaq və alimlərimiz əziyyət çəkib Təvhidül İbadə yazıblarsa, neçədən kitab və bunun üzərində dayanıblar. Deyir, yaxşı, bu divarla fərqi yoxdur da. Hətta Muhammed ibn Əbdülvəhhabın məşhur sözü var ki, mənim əlimdəki bu əsa Peyğəmbərdən nədir? Daha üstündür. Çünki mən bunu ən azından mənə hücum edən heyvanları, həşəratları öldürürəm və qovuram özümdən, amma o mənə heç nə eləyənmir. Eləyənmirsə, mən gedib ondan nəsə istəyirəmsə, ona istərsəmə təzim edirəm də, olduğu məqamdan əzəmətli tutdum, o müqamda xuzu-xuşu elədim. Burasını da qəbul eləsin. Düzdür? Dördüncü mərhələ idi də bu. Dördüncü idi. Yox, ibadət təzimdir. O üçüncü idi də. Üçüncüdür. Bildim. İndi dördüncü bilsən nədir? Təvəssül, şəfaət tələb eləmək, təbərrük də nədir? Təzimdir. Ona görə nə olacaq? Olacaq ibadət. Bu dördüncü bəhs olur da. Dördüncü sadəcə bir-birinə bağlıdır. Düzdür? Oldu da bu da ibadət. Yaxşı. Nəticəyə gəlir. 4 dənə mərhələli. 4 dənə mərhələdən sonra nəticə nədir? Nəticə budur ki, hər kim ki təvəssül eləyir, hər kim ki şəfaət tələb eləyir, bunlar həqiqətdə nədir? Həmin o təvəssül elədiyin, şəfaət elədiyinə ibadət eləyir. İbadət elədi, eləmədi. İbadət eləsə, demək, Təvhidül ibadədə və yaxud da olan dini ilə desə, Təvhidül üluhiyyətdə nə oldu? Problemləri oldu. Məlum oldu bura qədər, yoxsa yox? Təvhidül ibadədə problemləri oldu. Orada müşrik oldular. Bu ilə artıq yəni müsəlmanların bir çoxunun, istər şiənin, istər sufinin, sufilər özünüz bilirsiniz ki, ən böyük şeylərindən biri təvəssülü qəbul edirlər. Şiədən deyirlər, sünni qismidirlər. Amma gör, nə qədər sünnilərin də çoxsudurlar, az da deyirlər. Bunlar hamısı oldu nə? Müşrik. Yaxşı, adi müşrik oldu, yoxsa yox, yox. Yəni, neçənci qismi idi? Nəticə 4 dənə qismindən sonra gəlmişdir. Düzdür, birinci nəticə, ikinci nəticə bir sünnədir, daha ağır formadır. Həmən bu müşriklə Peyğəmbərin dövründə olan müşrikin nə fərqi var? Heç bir fərqi yoxdur. Bu deyir, açıq-aşkar deyəcək, sözlərini oxuyacaq. Heç bir fərqi yoxdur. Niyə heç bir fərqi yoxdur? Onun da ancaq problemi Təvhidül ibadədə idi, ibadətdəki təvhiddə idi. Bu şəxsin də problemi ancaq hardadır? Təvhidül ibadədədir. Yəni, Peyğəmbər gəlib, arxası ilə dediyi sözə baxın İbn Teymiyyənin, deyəcək ki, Peyğəmbər Məcmuəl Fətavada var.
İndi yetirəcək yeri gəndə biz sadəcə müqəddimə olaraq bilirsiniz ki, bu bəhsi niyə açmışıq. Deyir ki, Peyğəmbər həmin o müşriklərlə necə davranırdı? Canlarını, mallarını, namuslarını halal bilirdi, bilmirdi? Bilirdi də. Onları öldürürdü, öldürmürdü, öldürürdü. Niyə görə? Deyir, ancaq və ancaq buna görə ki, təvhid-ül ibadədə problemləri vardı. Deyir, bax, bu günlər təvəssül və şəfaət tələb eləyənlər də təvhid-ül ibadədə fərqli, yəni onların da problemi var. Yəni, onun problemi ilə bunun probleminin heç bir fərqi yoxdur. Onun fərqi yoxdursa, demək, hökmlərinin də heç bir fərqi olmayacaq. Nə cür ki, o müşrikin ki, Peyğəmbər dövründə olan müşrikin, Allah şərik qoşanın canı, malı, namusu hamısı halal idi, bunlar ki də hamısı halaldır. Bu da nəticə. Və təkcə bu nəticə deyil, belə nədə idi? Sübutda idi. İsbat aləminə gələndə, isbat aləmi bu günlər görürsünüz də. Nə qədər şiənin başı kesilir, nə qədər namusu oğurlanır və bu günləri nə qədər yerlərdə müəyyən bazarları var və s. var ki, hətta məsələn şiədən də olsun, sufidən də olsun və s. Niyə görə? Bax, hamısı bu fikrin üzərindədir. Bu səbəb olub ki, alimlərimiz getirib bunun üzərində işləyiblər. Geniş-geniş kitablar yazırlar. İndi bəzi kitabları da deyəcəm. Amma biz bu bəhsi başlayanda əvvəldən axıra qədər dəlili gördük də necə zəncirvarı gəlib. Çünki özünüz bilirsiniz ki, zəncirvarda əslində zəncirvarı o kim dəlil qurulur, onun ortasında bir balaca müğalitə elədin, düzü nəticə səhv çıxacaq. Bir balaca səhv nəsə söz dedin, səhv dəlil qoydunsa ortaya nəticə səhv çıxacaq. Bunların getirdikləri var ha. Demirik ortada səhv var. Başdan ayağa hamısı səhvdir. Birinci hansı olacaq? Birinci təqsim. Təvhidin təqsimini getirəcək üstə Quran-ı Kərimdən. Ona görə mən deyirəm ki, əvvəlcədən təvhidin təqsimləri barəsində danışmaq mühümdür. Adi şeydir o təvhidin təqsimləri barəsində danışmaq. Təvhidin təqsimin qismlərini danışmaq. Təvhidin 3 qismi var, yalandır. 3 qismi yoxdur. Və təvhid-ül rububiyyəti getirmirsən, təvhid-ül rububiyyətin içində nəyi qoymusan? Allahın indi bu bəhslər gələcək geniş. Ona görə də ehtiyac o həmin bəhslər gələndə nədir təvhid-ü rububiyyət nə idi? Dedin ki, yaratmaqda və idarə eləməkdə təkdir. Ona görə də müşriklər hamısı bunu qəbul edir. Niyə? Ayə getirdin ki, hamısı deyir ki, şeydir. Bizi yaradan ancaq Allahdır. Halbuki sən 2 dənə təvhidi getirib qatıb bir-birinə soxmusan bir dənə təvhidin içinə. Təvhid-ül rububiyyət, halbuki təvhid-ül xaliqiyyət başqa şeydir, təvhid-ül rububiyyət başqa şeydir. Bəli, bir çox müşriklər təvhid-ül xaliqiyyəti qəbul edirdi. Hansı təvhid-ül xaliqiyyəti? Yəni deyirdilər ki, yaradan ancaq bir dənədir. Lakin təvhid-ül rububiyyəni qəbul eləmirdilər. Çoxlu ayələr getirirdi. Təvhid-ül rububiyyət Allahdan başqa dünyanı idarə eləyən varlıqların olduğunu qəbul edirdilər. Tarixə müraciət edilir. Yunanın bir dənə Allahlarına baxın. Neçədən Allahı var? Dəniz Allahı, müharibə Allahı filan. Buna nə edirdilər? Ona görə ki, dedilər, bu bursu müharibəni idarə edir, o bursu dənizi idarə edir, bu bursu küləyi idarə edir. Demək, rububiyyətdə problemləri vardır. Sən hardan götürdün ki, ibadətdə də problemləri? Gələcək ya, geniş bəhsi gələcək, sadəcə işarə eləm. Yəni, baxın, birinci təqsimdən problemlər, səhvdir birinci təqsim. İkinci, təvhid-ül ibadənin adı kimdir? Üluhiyyətdir. Kimdir? İlah, ibadət deməkdir. Bu özü də ən böyük səhvlərdən biridir. Quran-ı Kərimin ayələrlə getirəcək ki, ilah sözü həqiqətdə məbud demək deyil. Kimdir də ancaq məbud demək deyil. Demirəm məbud da şamil. Məbud da şamil olacaq, amma ondan daha geniş məlumdur. Yəni ondan daha geniş olan bir məfhumdur. Bu ikinci səhvin. Baxın, silsiləvarı gördünüz, ancaq bir dənə silsilənin özünə baxın, görəcəksiniz bir hamısı səhvdir. Birinci təqsimi getirdi. İkinci nə idi? İkinci həmən o ilah idi, bəli, yoxsa nə? Təvhid ilahiyyə, üçüncü təvhid. Yox, təqsimi deyirəm. Mən şeylər deyirəm. Axıra qədər hamıyanı Allah deyil, Allah qəbul. Ha, ikinci dəlil də bu səhv idi. Üçüncü də bundan ibarət üluhiyyətdir. Düzdür, üluhiyyət özü də deyirik, bu da səhvdir. Kim dedi ki, ilah məbud deməkdir. Bunu keçdi. Bundan sonraki bəhsi gələcək. Kim dedi ki, ibadət ancaq təzimdir? Kim dedi ki, ibadət qarşı tərəfi qarşılığındakı şəxsin müqamında zəlil olmaqdır? Quran-ı Kərim özü bizə neçə dənə yerdə əmr edir ki, gedin valideynin müqabilində zəlil olun. Quran-ı Kərimin ayəsi var. Möminlərin müqabilində zəlil olun. Ədillətun aləl müminin olmalıdır ayə. Bildin? Bəndələri yer üzərində təvazökar. Təvazökara indi desə təvazökar, amma bu bursuz zəlilliyi var birbaşa. Bəhsi gələcək, bəhsində danışacaq. Kim dedi ki, ancaq təzim mənasındadır? Bu ayrıca bir bax. Yəni dəlilin bu hissəsi də batıl. Başdan ayağa dəlil batıl deyə, başdan ayağa hər bir nöqtəsində deyimək. Biz adətən indi bunu deyim, bundan sonra deyərəm. Demək,
Zəlillik də nədir? Kim dedi ibadət? Dördüncü kim dedi ki, təvəssül ibadətdir. Şəfaət ibadətdir. Bunu kim dedi? Bunu kim dedi? Yəni, əvvəldən axıra qədər ancaq batildir. Əvvəldən axıra qədər batil bir dəlil qoyub, buna görə görün neçə min dənə, neçə 100 min dənə, bəlkə də milyona satıb. Çünki həmin o dövrdən, yarandığı dövrlərin tarixindən bu yana qədər oxuyun, nə qədər hücumlar edirlər, adamları öldürürlər. Sən neçə 100 min, neçə milyon adam öldürərsən, bir dənə nəyin üzərində? Səhv bir dənə dəlil üzərində. Yaxşı, bu ancaq onların günahıdır, yox ancaq onların günahıdır. Onların ən böyük günahıdır ya, amma bu müqamında bizim də bir vəzifəmiz var, yoxsa yox. Ona görə gərək bu bəhs daha geniş tədqiq olunsun. Biz adətən bəhs eləyəndə nə edirik? 4-cü hissədən başlayırıq. Təvəssül görəsən ibadətdir, ibadətdir. Sən buradan niyə başlayırsan? Bir əvvəlindən başlayır ki, sən buna açıq-aşkar göstər ki, sənin ortaya qoyduğun dəlillərin hamısı, hər biri çürü idi. Başdan ayağa çürü idi, hər bir nöqtəsi çürü idi. Yəni, nə edirsən elə? İstər təvəssülü axıda sən sübut elə ki, ibadətdir. Düzdür, yenə də sən bunu ilə həmin o Məkkə müşriklərini bir eləyə bilmərsən. Hökmünü də bir eləyə bilmərsən. Hələ təvəssülün özü də ispat eləmək lazımdır. İbadət kimdir? İbadətdir. Yəni, sən məfhumun daha genişliyinə açıqlaması nədir ki, Allah Teala Qurani Kərimdə Tövbə surəsi 122-ci ayədə buyurur ki, və ma kanəl mu'mininə liyənfiru kaffə. Möminlər nə olmalıdır? Hamılıqla cihada getməməlidir. Fələulə nəfərə min kulli firqətin minhum taifə. Hər bir firqədən bir taifə möminlər olsun ki, liyətəfəqqəhu fid-din. Dində fəqih olsunlar. Bu birinci vəzifədir. Və liyunziru qovməhum izə rəcəu. Və qaydanda da qovmlərini qorxutsunlar, çəkindirsinlər ki, ləəlləhum yəhzərun. Bəlkə onlar da çəkindir. Bu Allah Teala ümumən bizim hamımızın, təkcə düzü tələbələrin yox, bütün müsəlmanların boynunda vəzifə qoyub. Ki, iki dənə əsas vəzifədir. Birinci nədir? Dində fəqih olmalısan. İkinci nədir? İkinci budur ki, gedib təbliğ eləməlisən. Bu vacibdir. Vacib kifayədir. Vacib ki, əgər tələbə daxil oldusa, öyrəndirsə, ona artıq vacibə eyni olur. Əgər bu tələbə öz əməlinə əməl eləmirsə, digərlərinə də vacibdir. Burada kimsə fikirləşməsin, yox, bu tələbə vacib, nə mənə vacibdir. Yox, tələbə eləmirsə, hamısı günahkardır. Yəni, sabah cavab verəndə, hamı cavab verirsə. Təkcə tələbəlik deyir ki, hamısı cavab verir. Heç kim yıxa bilməz tələbənin üstündə. Niyə? Çünki hamıya vacib olacaq. Tutam tələbə səhlən ki, amma tələbəyə ki, xüsusən daha söhbət yox, əlavə sual olunacaq. O da nədir? İkisi yaxşı olmalıdır. Biri nədir? Liyətəfəqqəhu fid-din. Dini başa düşməlidir. Fəqih, yəni başa düşmək. Özə təkcə şəriəti yox, ha, dini bütünlüyünə. Dini başa düşmək nədir? Hər bir məsələnin dərinliyinə get. Dərinliyinə necə? Yəni, get, sən bir məsələni tam izah elə, tam get dərinliyinə araşdır, öyrən və dini başa düş. Dini düzgün başa düşməmək özü nəyə səbəb olub? Səbəb olub ki, həmən bu fikirlər yayılsın bu şəxslərin yanında. Həmən bu qədər insanların arasında bu fikir yayılır, bu qədər insanlar ölür, hamısı nəyə görədir? Dini kimlərsə səhv başa düşüb, səhv çatdırıb və digərləri də vəzifəsinə yaxşı əməl eləməyib. İndi demirik ki, təbii ki, təbliğ eləyəndə hamı sənə qulaq açmalı. Təbii, amma sən də ən azından öz vəzifəyə əməl eləməlisən. Buna görə biz alimlərin həyatına müraciət etsək, görəcək ki, bu barədə geniş kitablar da yazıblar. Mən neçə dənə kitabı ünvan kimi verəcəm ki, ən azından müraciət eləyəsiniz. Məsələn, bunlardan biri bəlkə də yəni, ümumən Şiə tarixində demək olar, Vəhabiyyət əleyhinə yazılan ilk rəddiyə kitablardan biri, rəddiyə kitabıdır. Sadəcə bəziləri deyir ki, bu ümumiyyətlə müsəlman tarixində yazılan ilk rəddiyə sayılmır. Niyə? Çünki deyirlər Muhammed ibn Abdülvəhhabın qardaşı Süleyman ona rəddiyə yazıb deyə ondan biraz əvvəl olar. Ona görə tam bunu da saymırlar ki, yəni ümumən İslam tarixində. Amma Şiə tarixdə ilk yazılan rəddiyədir. Bunu kim yazıb? Böyük mərci təqlid. Zamanəsində ən böyük mərci təqlidi Kəşfül Qita kitabının müəllifi. Şeyx Cəfər İbn Şeyx Xızr Əl-Cənaci Ən-Nəcəfi və yaxud bunun ən məşhur adı nədir? Şeyx Cəfər Kaşfül Qita. Həmin Kəşfül Qita əsərinə görə Kəşfül Qita nədir? Yəni örtüyü kəşf eləyən, örtüyü açan. Yəni bir növ deyək ki, şəriətdə ən mübhəmat-ı şəriə olmalıdır ki, ardı kitabın adı. Yəni şəriətin gizli qalan şeylərin üzərindən örtüyü açan. Bu kitabı görün necə möhtəşəm yazıb ki, müəllifə alimlər nə ad veriblər? Deyiblər Kaşiful Qita. Yəni doğrudan da bu şəriətin mübhəmatından, yəni gizli qalan məsələlərinin üzərindən örtüyü kəşf edib, açıb.
Və həmin o şəxsdir ki, İnşallah məkasibdə görəcəksiniz. Şeyx Ənsari rəhmətullah aleyh müəyyən ustadlarının adı gələndə, məsələn, müəyyən şəxslərin, çünki Şeyx Kaşiful Qita onun ustadlarından biri olub. Ki, hərəsini bir cür təqdim edir. Bə'dül müasirin deyəndə kimi nəzərdə tutur? Sahibi Cəvahiri nəzərdə tutur. Harada gördünüz Bə'dül müasirin? Bilin ki, sahibi Cəvahirdir. Cəvahir kitabının müəllifi. Amma Kaşiful Qitadan söz getirəndə nə deyir? Deyəcək, Bə'dül əsatin. Bəzi sütunlar. Yəni, o qədər təsəvvür Şeyx Ənsarinin öz məqamını tanımaq lazımdır, fiqlərində böyük məqamı var. O kiməsə deyir ki, bu sütundur. Bilin, yəni dinin əsaslı sütunlarından biridir. Dinin əsaslı sütunlarından biri Kaşiful Qita. Doğrudan da sütunluq edir dinə. Həqiqi mənada. Yəni, siz bu kitabın özünə müraciət eləsəz, görəcəksiniz. Təkcə bu kitab yox, dediyim Kəşful Qitasına həm mərcəiyyəti dövründə şərii kitabı yazmaqla, bildiniz, həmin bu bəhsi yazmaqla, məsələn, şəriət, yəni bir növ deyək, hovzəyə xidməti ilə və həmçinin həmin o dövrdə bunun tarixini oxusuz, bunun müqəddiməsində də tarixi yazılıb, nə cür dini təbliğ eləmək olan eşqi. Doğrudan da çox böyük ibrətamiz hadisələr var, Kaşiful Qitanı oxuyun. Neçə dənə halı var, sadəcə ibrətdir deyə bəzisini, məsələn, qeyd eləyərəm. Məsələn, onlardan biri budur ki, heç vaxt nəyisə utanmırdı ki, məsələn, din təbliğ eləməkdə. Lazım onda sözlərin sərt formasında deyirdi. Məşhurdur, Kaşana gedəndə çıxır mənbərə, yadımda olan qədərini Kaşandır. Deyir ki, ey Kaşan əhli, sizin bu şəhərə ki, mən gəlir, İranı çox səfər eləyib. Mərcə olduğu halda, çünki mərcələr bir sürü çox vaxtda səfər eləmə və s. Amma bu çox səfər eləyirdi, əsasən də təbliğə görə. Gedir Kaşana, amma bir çox şeyində sözünü bilsən, necə bir növ elə formada deyirdi ki, açıq-aşkar. Deyirdi ki, maşallah, gəldim Şəhərvüzə, Şəhərvüz cənnət kimi idi. Deyir, məsələn, cənnətdə bağlar, bağçalar var, Suzun şəhərdə maşallah, bağ, bağçadır. Cənnətdə gözəl hurilər var, Suzda da maşallah, hurilərdir, adına hicabsız və s. Deyir ki, cənnətdə namaz və s. yoxdur, Suzun şəhərdə də gördüm ki, namaz zad qılmırsınız. Məscidə deyir, çox az adam gələrdim. Yəni, bu cür nə sözünü açıq deyirdi. Bundan əlavə, bunun bir dənə tarixi məktubu var, Xoy əhlinə. Burada qeyd edib, məsajı o məktubu tam oxumayacaq, məzmununu deyəcəm. Xoyda sufilik geniş yayılır. Xoyda sufilik geniş yayılanda şeyx getirir, onlara böyük bir məktub yazır. Onlara böyük bir məktub yazır. Və həmin o məktubunda yaxşı bir dənə onlara bir növ deyək ki, bu dediyim formada başlayır cavablar verməyə. Deyir ki, maşallah sizin şəhəriniz gözəl şəhərdir. Artıq üçüncü bir dininiz çıxıb. Bir, yəni İslam idi, bir Vəhhabilik idi, bir də təzə Bikcan deyir bu. Həmin Bikcan burada yazılır, Sufi qolundandır. Və ondan sonra deyir, Fəhəniən ləkum. Əla havə dinil cədid deyir, bu təzə dinimiz sizə mübarək olsun. Və başlayır, deyir, təzə deyir, peyğəmbərlərimiz çıxıb, bunlar səmadan xəbər getirirlər və deyir, təbul çalırlar və s. Sonra gəlir bir yerə, deyir, maşallah, deyir, öyle bir məqama çatmışsınız ki, üçün sufilərdə bilirsiniz də, deyir ki, leysə fi cübbəti qeyrallah, mənim bu cübbəm, paltarımın içində Allahdan başqa bir şey yoxdur. Yəni, vəhdətül vücud da. Deyir, maşallah, elə bir deyir, zirvəyə çatmışsınız ki, deyir, maşallah, olmuşsunuz elə Allahın özü. Deyir, bu da sadəcə başa düşən biləm ki, kimə ibadət edirsiniz. Çox belə gözəl məktubu var və şeyləndir və ondan sonra onları böyük bir tənqid edir. Və bu təsəvvür edin, əmr bə mərufu bir tərəfdən idi, bir tərəfdən də başqa cür əmr bə mərufu. Bunun dövründə ilk dəfə Vəhabilər hücumlara başlayır. Vəhabilər hücumlara başlayır, həm Səudiyyənin özündə və Vəhhabilik Kaşiful Qitanın dövründə çıxır. Daha geniş yayılır. Həmin o dövrdə ki, Kaşiful Qitanın dövründə Abdüləziz ibn Muhammed ibn Səud o ki, hakimiyyətə gəlir və öz bunun atası Muhammed ibn Səud idi. Həmin Muhammed ibn Səud ki, Muhammed ibn Abdülvəhhab buna qoşulmuşdur. Allah'ında razılaşırlar. Din işlə Muhammed ibn Abdülvəhhab baxacaqdı, hakimiyyət işlə Muhammed ibn Səud baxacaqdı. Hindiki Ali Səud var ha. Hamısı bunların nəslindəndir. Həmin o dövrdə indiyən qədər. Bunlar hücumlar eləyirlər. Hücum eləyirlər Nəcəfə.
Nəcəfə hücum eləyəndə Şeyx Kaşifuli ta özü də tələbələrlə bərabər başlayırlar Nəcəf müdafiə eləməyə. 3 gün 3 gecə şəhəri elə müdafiə edirlər ki, onlar şəhərə girə bilmirlər. Nəcəf həmin dövrdə çox balaca idi, ancaq demək olar, amma Kaşiful Qitanın səyi nəticəsində. Amma gəlirlər, hara girirlər? Kərbəlaya daxil olurlar. Kərbəlanın əhalisi Nəcəfdən qat-qat çox idi. Amma ora daxil olurlar, nə qədər adam öldürürlər, İmam Hüseynin hərəmini dağıdırlar və bütün əmin zinət əşyalarını və s. aparırlar. Lakin Nəcəfə daxil ola bilmir, Kaşiful Qitaya görə. Və həmin o dövrdəki Əbdüləziz ibn Muhammed ibn Səud sonradan gəlir Hicri 1218-ci ildə bir dənə Şiə tərəfindən öldürülür. İmam Hüseyndən bir növdə qisasını alır həmin o şəxs ondan. Həmin bu şəxsin dövründəki bu öldürülür. Bu kitab ki var, görürsünüz, bu Mənhəcur Rəşad limən əradət sədat, yəni doğru yolu istəyənlər üçün bir dənə rəşad, yəni həmin o gözəl, açıq-aşkar olan bir yol. Həmin bu kitabı niyə yazıb? Bu kitabı yazmağına səbəb budur ki, həmin bu Əbdüləziz ibn Muhammed ibn Səud Kaşiful Qitaya məktub yazır. Həmin məktubu yazır. Məktubunda başlayır bunu nəyə dəvət eləməyə? Vəhhabiliyə dəvət eləməyə. Vəhhabiliyə dəvət eləyir. Vəhhabiliyə dəvət eləyəndə başlayır bunu, təbii ki, Vəhhabiliyə dəvət eləyirsə, nəyinə dəvət edir? Özündən dəvət eləmir ki, həmin bu Muhammed ibn Abdülvəhhab və onun fikirlərini nə eləməyə? Cəmaatın qabağında, yəni həmin o fikirləri dəlillərlə buna yazmağa. Yazanda şeyx özünün müqəddiməsinə fikir verin, görün ki, Nəzir özü bir ehtiramla cavab yazır. Deyir ki, mən çəkildim bir qırağa, bir fikirləşdim, görüm sənin məktubunda nə var, nə dəlillər var. Deyir, həmin o dəlillərə oturur cavab yazır. Həmin burada Tevhidül ibadəyə də işarə eləyir, ibadətin məfhumuna da, küfrün növlərinə də hamısına işarə eləyir və demək olar ki, həmin bu kitabı ki var, əslində həmin Əbdüləziz ibn Muhammed ibn Səuda yazılan məktubdur. Və ilk rəddiyə sayılır. Və rəddiyə verir onlara. Və ona görə adını qoyub ki, həqiqət axtarışında olarsın, doğru və düzgün olan bir yol. Açıq-aşkar olan bir yol. Həmən bu kitab çox müfiddir bu barədə. Ondan sonra, məsələn, müraciət edəcəyimiz kitablar, həmin Tevhidül ibadə ki, oxuyuruq. Şeyx Nəzzar Ali-Sumbul Əl-Qatifi Həfəzəhullahın yazdığıdır. Və bundan əlavə Şeyx Cəfər Subhani Həfəzəhullahın bu barədə geniş yaxşı kitabları var. Xülasə kitabı olan həmin bu Tevhid və Şirkdir fil Qur'an-ül Kərim. Amma deyim ki, Məfahimül Qur'anın Tevhid və şirki isə daha genişdir. Bildiniz? Ona baxsınız, məndə özümdə var, sadəcə burada deyil. Qalın bir, təqribən bir 500-də 400-500 səhifəyə yaxında, orada daha geniş açıqlayıb. Amma burada da xülasəsi üçün Tevhid və Şirk fil Qur'an-ül Kərim yaxşıdır Şeyx Cəfər Subhani və buna aid xülasə kitabları da mövcuddur. Və sonradan bu barədə daha geniş yazılmış kitablardan biri Şeyx Abdullah Dəştinin Əl-Xələlül Vəhhabi fi Fəhmi Tevhidil Qur'ani. Vəhhabilərin Qur'an tevhidinin fəhmində olan xələllərdir ki, bu kitab və mən yadımdan çıxdı, Əllamə Muhammed Cavad Bəlağının da Vəhhabiyyələrə rəddiyə kitabı var. Orada da bu mövzulara nenir? Toxunur. Bu kitablara da müraciət eləyə bilərsiniz ki, yəni bu kitablara da müraciət etsəz, məfhum daha çox açıqlanacaq və daha geniş cavablar görəcəksiniz ki, ona görə dedim ki, həmin bu iradə tam olaraq sizə bəyan elədim ki, məsələn, iradları nə cürdür və o iradın hər bir nöqtəsində dayanacaq. Ona görə ilk bəhsimiz nə olacaq? İlk bəhsimiz olacaq Tevhidin qismləri və ona görə o ayəni oxuyanda liyətəfəqqahu fiddin işimiz birinci nədir? Dini gərək doğru düzgün başa düşək. Həmin bu dinin bu məsələsini də biz gərək daha doğru və düzgün başa düşək. Görək doğrudan da Tevhidin qismləri nədir, filan şeylər nədir? Həmin bu qismləri başa düşəndən sonra hər bir nöqtəsi üzərində inşallah dayanacaq və sabahda inşallah mətnə giriş edərik. Və sallallahu alə seyyidina və nəbiyyina Muhammed və alə alihi təyyibin ət-tahirin.